Ümumiyyətlər, gəlin belə bir üçbucaq sualına baxaq. Sualda gördüyünüz kimi 3 dənə 90 dərəcə var, perpendikulyarlıq var. Onlardan istifadə edərək rahatlıqla həll etmək olar. Burada bir dənə bərabər, burada bir BY-nin deməli YC-yə bərabərliyi var, onu da qeydə alaq. BY YC-yə bərabərdir uşaqlar. Bu da düzbucaqlı üçbucaq deyil. Deməli, AY burada mediandır, hə? Mediandırsa, median hipotenuzun yarısı deyildimi? Bura bir x yazsam, onda uşaqlar burada 6 üstəgəl x-dırsa, BY də 6 üstəgəl x-ə bərabər olmurmu? Onda bura 2 üstəgəl x olur. Eləmi? Sonra, YC nəyə bərabərdir? YC də 6 üstəgəl x-ə bərabər olur. Deməli, AY medianın tərəfi yarıya böldüyü üçün, həm də düzbucaqlı üçbucağın medianı hipotenuzun yarısına bərabər olduğu üçün bu şəkildə alınır. Sonra gəlin biz burada alınan düzbucaqlı üçbucaqla düsturdan gedək. Necə yazırdıq? Yəni 2 üstəgəl x-in kvadratı bərabərdir. X vurulsun x üstəgəl 6-ya. Bu da bildizdə hansı düsturdur? Düzbucaqlı üçbucaqdan hündürlük verilibsə, burada bir m-indirsə, bizdən bu x tərəfini istəyirsə yazırdıq mı? X kvadratı bərabərdir m vurulsun m üstəgəl n-ə. Yəni bu düsturu tətbiq elədim burada. Deməli, buranı vurub açsaq eləyir 4 üstəgələk 4x üstəgələk x kvadratı bərabərdir x kvadratı üstəgəl 6x-a. Buradan x kvadratları gedir. 6x-dan 4x çıxanda 2x qalır. Bərabərdir 4-ə. X da bərabərdir 2-yə. X-i 2 aldım. Gəlin hər yerdə yerinə yazaq. Burada dy olacaq 4. Burada olacaq 8. İndi bizdən nə istəyirdi? AB-ni istəyirdi. Buranı istəyirdi. Necə eləyək? Düzbucaqlı üçbucaq kimi də baxmaq olar. İndi hansı formada baxaq buna? Yenə uşaqlar bu ümumi də düzbucaqlı üçbucaqda axı. Yenə bayaqki eyni ilə, bax, bayaqki qayda ilə yazıram. A, B-nin kvadratı bərabərdir. AB-yə yaxın olan tərəf nədir? Hündürlüyə qədər yaxın olan tərəf 4-dür. 4-ün ümumi hipotenuzun hasilinə. Yəni 4 üstəgəl 4 üstəgəl 8-ə. Buradan da A, B-nin kvadratı bərabər olur 4 vurulsun 16-ya. AB də bərabərdir 2 vuraq 4-ə. O da bərabərdir 8-ə. Yəni AB tərəfimizi 8 almış olduq.